B1 polyak dilini almaq mövzusundan sonra suallar gəldi. Necə aldın? Hansı kurslara getməlidir insanlar? Mənim özümdə biliyim var idi Murad. Yəni mən oturub 2 ay, 3 ay kursdan hazırlaşmadım. Mən sadəcə intensiv kursa girdim həftə sonu, sanki beynimi yeniləmək üçün. Bəs bir şəxs kimi düşünürsən ki, kurslar kömək olur insana? 100% kömək olur. Yəni mən bilirdim deyə mənə sadəcə beynimi yenilədi. Amma bilməyən üçün mən yenə həmişə də demişəm bunu, özünə investisiya eləmək mütləq lazımdır. Bax, təzə gələnlər əsasən polyak dili öyrənir də, düzdür? Təzə gələnlərin məncə rahat hiss edə biləcəyi yer ən azından Azərbaycanlıların olduğu yerdir. Ki qrammatikasında daha rahat öyrənsin. Mən o səhvi bir dəfə eləmişəm çünki. Polyak dilini polyak dilindən öyrənmişəm. Demotivasiya ola bilər ha bu arada. Çünki adamı çox qorxudur. Dopevnik var, Telovnik var, insanı qorxudur. Amma Azərbaycan dilində tərcüməsində başa düşürsən çox eydə bu bəlkə də yiyəlik halıdır hansı qrammatika. Ona görə məsləhət görərdim ki, Azərbaycan dilindən polyak dilini. Ay sağ ol. Elə yəni yarı doğma hiss eləyəsən və yarı çətinliyin yarı bayrağı alsın. Polkey var məsəl üçün. Bax Polkeydə həqiqətən hiss eləmirsən ki, polyak dili öyrənirsən. Bildin necə? Sən sanki Azərbaycan dili öyrənirmiş kimi polyak dili. Sən individual yanaşırlar özdə bir də ki, o çox yaxşı. Professionallıq da var. Sən kursa başlayanda səndən soruşur ki, sən polyak nə üçün istifadə edirsən? Çünki dəyişir də. Biri var mən şəxsi həyatımda istifadə edirəm, biri var iş həyatımda. Ona görə səndən yanaşır. Bura onlayn olmağı möhtəşəm bir şeydir. Yəni sən dünyanın istənilən yerindən bu kursa qoşula bilərsən. Qiyməti də münasibdir. Qiymət də münasibdir bu arada. Qiymət dostlar. Zamanı belə izləmisiniz. İsi və Camalın adından gedənlərə 10% endirim olacaq. Və bu 10% əslində çoxdur. O pulu başqa şeyə xərcləyə bilərsiniz, geyim ala bilərsiniz. Geyimi yoxdur da Camal. Kitab al. Dil öyrənin, Polyak dili öyrənin.